Size Temo'dan getirdiyim kavroları göstereyim. Bugün dırnağıma gideceğim. Dırnağımı değişeceğim. Bunlardan, bu renklerden birini seçerim yəqin. Bilmirəm indi hansını seçerim. Bunu seçmərəm. Bu çox gətirmişəm ama çox da qəşəng deyil. Bunlardan birini seçerim. İndi sabitləyək bir yerə. Burada bir şey sabitləyək. Ondan sonra açaq baxaq, görək nə var nə yox. Bu arada işimi dəyişmişəm. Artıq başqa yerdə işləyirəm. Buradan da gördüyünüz kimi burada tək işləyirəm. O öz yerində. Yəni soram deyirsiniz ki, paltar dükkanı idi, dəyişib dükkan. Bəli, işimi dəyişmişəm. İndi gəlin bu kavroları açaq. Çok fışkıran bir yaşıldı mı değil, ne bunu değil. Gətizdirdim ama çok da bilmirəm istifadə eləyərəmmi, eləmərəmmi, çox da qəşəng deyil, çox da xoşum gəlmədi. Nə bilim, bəlkə yay, cıvıl-cıvıl yaylarda bir iki gün istifadə eləyərəm. Yəqin ki bunu bilmirəm, istifadə eləyəcəyimdən əmin deyiləm. Ama yenə də gətizdirmişəm, qoy qalsın. Telefonu koy, biraz uzaktan koyayım. Ha, böyle daha qəşəngdir. Bu qəşəngdir. Hem renk olarak qəşəngdir, hem de görüntü olarak bu qəşəngdir. Bunu istifadə eləyərəm sevə-sevə. Bu qəşəngdir. Bunu bəyəndim. Bu olabilir. Bu da qəşəngdir. Bu yay renkləridir bunlar əslində. Elə o niyyətə vurmuşam ki, yayda dəyişik-dəyişik istifadə edeyim. Qəşəng renkdir bu. Bunu bəyəndim həqiqətən. Bu renk geyimlərlə filan, çantayla, nə bilim, boyayla filan qəşəng olar. Bu da qəşəngdir. Bu da qalsın. Bu da pembiş. Bu da qəşəngdir. Bundan başqa yəqin ki bunların hamısını istifadə eləyərəm. Bu da öz köhnə kavrumdur. Birinci səfər aldığım. Bu da keçən dəfə gətizdirdiyim qırmızı kavrumdur. Sanki belə ölənə qədər bu telefonu işlədəcəyəmmiş kimi kavrolarını almışam. Niyə almışam onu da bilmirəm. Amma qəşəng şey, renkli bir şeylerle uyğunlaşdıra istifadə edə bilərəm. Çox bəyəndim, çox qəşəngdir hamısı. İndi bu günlərim dırnağıma görə gedəcəm. Bunlardan, bu renklərdən birini eləyərəm dırnağıma. Mən bu günlərim gedərəm, dırnağımı eləyərəm. Siz də fikirlərinizi yazın. Hansı renk qəşəngdir deyə və hansı rəngi eləyərəm deyə bir düşünək. Gələn vlogda bu renklərdən biri olacaq yəqin ki dırnağım. Gələn vlogda siz də onu görərsiniz. İşdən çıxdım qızlar, gedirəm dırnağıma. Hər bir şey həllini tapdı, hər sual cavabını tapdı, hər müzakirə bitdi. Bir tek mənim bu dırnaq mübahisəm bitmir ki, bitmir. Hər videomda, hər vlogumda gəlib dırnaq yazan qızlar, zəhmət olmasa özünüzü yormayın. İnanın ki, ustalıq da bir şey yoxdur. Ola bilsin ki, mənim dırnaqlarım özü kobuddur, ola bilsin barmaqlarım kobuddur, ola bilsin dırnaqlarıma yaraşmır, əllərimə yaraşmır, onu deyə bilmərəm. Amma ustalıq heç bir şey yoxdur. Usta çox da gözəl işini görür. Çox da razıyam mən ondan. Gəlirsiniz yazırsınız ki, bəs kobud düzəldir, pis düzəldir, ustanı dəyiş. Xeyr, usta çox da qəşəng işini görür. Onluq heç bir şey yoxdur. Yenə deyirəm, ola bilər mənim əllərimə yaraşmır, mənim dırnaqlarım kobuddur. Yəni budur, gəlib özünüzü yormayın. Hər dəfə eyni şeyləri deməyin. Hər dəfə eyni şeylərlə
Yəni bunun müzakirəsi bitsin artıq. Bu dırnaqlar budur. İstəyən baxsın, istəyən çevirsin, istəyən yan keçsin, baxmasın. Vlogdakı dırnaqlar budur. Xahiş edirəm mən yormursunuz. Özünüzü yorursunuz yəni. Sizə görə deyirəm mən də. Özünüzü yormayın ki, ustan dəyiş və yaxud dırnaqlarım pisdir. Pis də olsa yaxşı. İnan mən belə realda çox qəşəng görsənir. Pis də olsa, yaxşı da olsa mənim gözümə qəşəng görsənir deyə qalmağını istəyirəm. Koy da. Hele koy, hiç olmaz. Ne oldu Ayrana? Bir tane papağı koyamadın başına. Böyle de indi. Ne katladın ki? Ki uzun Bizim küçəmizdə elə bir kənddir də. Yəni o qədər palçıq olur ki, səhər ayaqqabını elə təmizləyirəm ki, Fərda demiş, ayaqqabıya bax, üzünü qırx. Amma bir dənə buradan keçdim, bir dənə qapıdan çıxdım, bu küçədən keçdim. Vəsə palçıqlıq, şalvarımın ayağını qatlayıb keçirəm, o ayrı. Ya biraz da burada tikintilər filan olur, onların qumu dağılır, eləyir. Bir dənə ona da su dəyən kimi başlayır qəribə lığlar yaranmağa, gölməçələr yaranmağa. Elə bir kənddir də. Bu evdən çıxıb asfalta çatana qədər daha ayaqqabın palçıq içində olur. Bir də marşrutun içində silməyə məcbur qalıram. Rəna da heç demirəm. Rəna vapşe belə harda palçıq var gedir onun içinə girir, çerez palçıq içindən keçir. Üşüysən? Soyuqdur. Mart aydı, çox soyuqdur. Mart ayında qar da gördük. Mart ayında qışda da yazın. Hələ qışdır da. Hələ bahar gəlməyib ki. Yox, elə bir baharda qışda da bahardır. Kış yoksa kış? Kış başka şeydi, kış başka şeydi. Kış. Uy! İnanın ki gölün içine girdik de. Ya şu an üstte ondan məsləhətdir. Ay! Rəna. Gel. Gel mecbur gel, neyiniyək? Bura bir dənə asfalt çəksə, hörmətli möhtərəm prezidentimiz buradan keçsəydi, bura asfalt çəkərdilər. Gəncəyə gələndə yolunu buradan salsaydı, bura asfalt çəkərdilər. Başqa cür çəkəsi deyirlər bura asfalt. Boş Çanta, sevimli yazarımın son kitabını çok severek okuyacağım. Çok sevinçliyim, bunu oxumağa can atıram. Bilirsiniz, Elxan Eladlının kitabları məndə alışqanlıq kimi bir şey oldu. Çox sevirəm o yazarı. Nə vaxt Gəncəyə gəlir, həmişə onun görüşünə gedirəm. Kitab çıxanda fevralın əvvəlləri idi. Bu kitab çıxanda fevralın əvvəli idi. Gördüyüm gün, çıxan gününün səhərsi getdim Librafa, ancaq Librafda kitabı tapa bilməmişdim. Mənə deyildi ki, bəs fevralın axırına qədər ancaq gələr bura. Ala bilməmişdim, çox məyus olmuşdum. Daha sonra bir-iki dənə kitab köşkündən də soruşdum, kitab satış yerlərindən soruşdum, amma yenə də tapa bilmədim. Hər kəs dedi ki, fevral ayının ortaları filan ancaq gələr. Oğlum sağ olsun, bilmirəm hardan, nətər, necə mənə bu kitabı tapdı. Ona çox təşəkkür edirəm buradan. Mənə kitabı tapdı, gətirdi. Bu hardasa məndə fevral ayının axırlarına yaxın idi. Kitab artıq məndə idi, amma başqa kitab oxuyurdum deyə bunu hələm başlamamışdım. Artıq o kitabı qutardım. Bu günlərim bu kitabı başlayacağım. Çox sevincliyəm.
Əminəm ki, yenə bütün kitablar kimi bu da çox maraqlıdır. Bu da çox gözəl kitabdır. Bundan əvvəlki oxuduğum kitabın hələ də təsirindən heç çıxmamışam. 1-2 gün keçsin dedim oxuyum. Ancaq məsələ Elxan İlatlı'nın kitabıdırsa, onu dərhal oxumağa can atıram. Və bugündən də başlayıram kitabı oxumağa. Yəqin ki, ya bugün ya sabah bitirərəm. Çünki Yedinli yazardı ki, onun kitabının 3-cü günə çatdığı olmur. 2 günə, ən uzağı 3-cü gün ortaya qədər oxuyub bitirirəm. Elə olur ki, bir gecəni səhərətən kitabı əlimdən yerə qoymadan kitabı bitirirəm. Kitablarının demək olar hər birini sevərək oxumuşam, hər birini sevirəm. Ən çox sevdiyim də favorilərimdən Susan Qadın və Şantaj kitabıdır. Onu hər kəsə həmişə məsləhət görürəm. Məndən kitab istəyəndə ilk deyəcəyim kitab onlardır. Daha sonra başqa yazarların, başqa müxtəlif kitablarını, məsləhət bildiyim kitablarını deyirəm. Amma mənim nəzərimdə Elxan İlatlı'nın kitablarının yəni düşsələr qabağıma, hamısı bir-birindən gözəldir deyərəm, hamısı bir-birindən maraqlıdır deyərəm. Ən əsas da oxuyanlar bilir, Qambay Qasımlı çox necə deyim, kitaba çox şey qatan bir xarakter olaraq. Yəni mən sevə-sevə oxuyuram, hər kəsə də məsləhət görürəm. Bugün də bu kitabı başlayacağam. Gələn vlogda sizə kitabı danışmağı sevmirəm. Heç vaxt da kitabı kiməsə də verəndə heç vaxt danışmıram. Amma kitabın içindən təsir edici sözlərin həmişə altından xəttlər çəkirəm ki, başqalarına da verəndə o özüm də məsəl üçün mən çox kitablarımı təzə alıram da, çox kitablarım var ki, alıram məndə qalır. Mən birisinə oxumağa verəndə ona deyirəm ki, bəs sənin ən xoşladığın sözlər olanda, sənin ən xoşladığın cümlələr olanda onu xəttə, mən ona icazə verirəm ki, onu xəttəsin ki, mən onu görüm. İnsanların fikirləri, məsəl üçün götürürəm, görürəm ki, bir insan bir yeri də, məsələn, bir xanıma vermişəm, o bir yeri xəttləyibdi. Düşünürəm, görəsən bu söz onun həyatında nə kimi bir təsir qoyubdu ki, o bu kitabdakı bu sözü xəttləyibdi. Ona görə məhz kitabxanadan götürüb oxuduğum kitablar mənə ona görə xoş gəlirdi ki, arasından kağız filan tapırdım, bəzən not filan tapırdım, ya da ki altı çizilmiş, çizgilənmiş cümlələri üzərində düşünürdüm ki, görürsən bu insan nə yaşayıbdı ki, bunun altını xəttləyibdi. Özüm də həmişə elə eləyirəm. Xoşuma gələn cümlələr olanda, xoşuma gələn sətirlər olanda onun altını xəttləyirəm. Nəyi deyirəm? İndi kitabı danışmağı sevmirəm. Heç kimə də verəndə kitabı danışmıram da kəndə. Amma içindən mənə təsir qoyan, ən çox təsir bağışlayan bir, məsələn 10 dənə əhvalat varsa, onun bir dənəsini filan danışıram. Mənə ən çox təsir eləyən. İndi bu kitabı da oxuyum. Burada mənə ən çox təsir eləyən bir əhvalatı sizlə bölüşərəm. Bu kitabı bitirmişdim. Bir də Səndən qalan Noyabr kitabını bitirmişdim. İkisi də çox xoşuma gəlmişdi. Bu iki kitabı bitirmişdim. Çox xoşuma gəlmişdi. Səndən qalan Noyabr'dakı bir insanın peşmançılığından, sonradan o qatarın arxasınca əlləməyindən, itirdiklərini təkrar qazanmaq üçün çırpınıb da gec qalmağından danışırdı. Peşmançılıqlar, keşkələrlə dolu bir kitab idi. Həqiqətən maraqlıydı. Yaxşı ki oxumuşdum bunu. Oxuduğuma peşman deyiləm. Mənə bir şeylər qatdı mı? Bəli, qatdı. Onu qatdı ki, hər şey vaxtında eləmək lazımdır. Vaxtından gec olanda heç bir şeyin dəyəri qalmır. Və elədiyində heç bir şeyin faydasını görməyə bilirsən. Bir də Məsuda Cabbarın Ən kitabını bitirmişdim. Bu kitab da çox maraqlıydı. Bu kitabda bəzən deyirlər, haqq ədalət sonunda yerini bular, amma bəzən tapmır, bəzən haqsızlıq gördüyündən baş-başa qalırsan, haqsızlıq gördüyündən, böhtan atıldığından, haqqına girildiyindən ki, haqqa girmək o qədər hasant bir şeydir ki, bu dəqiqə insan hər ağzı olan danışır və heç bir titrəyiş hiss eləmədən, heç bir qorxu hiss eləmədən insanların haqqına girə bilirlər. Kitabda belə bir şeydən danışır. Dəyişik bir mövzusu var idi kitabın. Heç bir yerdə oxumadığım, hətta oxuyanda mənə qəribə gəldi ki, belə bir şey nə yaxşı qələmə alıblar da. Heç bir kitabda oxumadığım bir mövzu var idi bu kitabda, bu Ən kitabında.
xoşuma gəldi. Birisinin haqqına girilir və ömrünün heç bir vaxtında onu sübut eləyə bilməməyindən və sonunda da el qınağından başını götürüb getməyindən danışır. Yəni bir insanı bütün hər kəs necə həyatdan doydurar, necə didərgin salar, necə həyatını dəyişməyə məcbur qoyarsa ondan danışır. Kitab mənə yaxşı təsir bağışladı. Mənə nə qatdı desəniz, mənə onu qatdı ki, hər kəs görmək istədiyini görür. Sən nə olsan da, sən necə olsan da və sən nə desən də, necə davransan da, insanlar öz görmək istədikləri, bilmək istədikləri kimi bilir. Özünü sübut eləməyə çalışmamaq. Bəzən hər şeyin lordinisi başını buraxıb da kim nəyə istəyir ona inanmaqla baş-başa buraxıb öz həyatını yaşamaq daha şey olur, düzgün olur. Kitabda da ənində sonunda heç kimi inandıra bilməyən bir ailənin, bir şəxsin başını buraxıb da öz həyatını yaşamağından və öz xoşbəxtliyindən, barışmağından danışır. Oxumağınızı məsləhət görürəm. Bunları mən bitirdim. Bugündən də bu kitabı başlayıram. Gəlin vlogda da bu kitab haqqında danışaram sizə. Danışaram deyəndə kitabı danışmaq olmaz. Yəni bu yaxşı bir şey deyil. Kitabı danışmaram, sadəcə fikirlərimi bölüşərəm. Sizin də maraqlı kitablarınız, maraqlı oxuduğunuz kitablarınız varsa, məsləhət görəcəyiniz kitablarınız varsa, yazın altından. Həm bəlkə mən bəhrələndim, bəlkə də başqaları oradan gördü, oxudu. Yazın, bir-birimizdən bölüşək.